Gecə yarı küçədə gəzməyin hər kəsə yaşatdığı qorxu və həyəcan hissi hamıya məlumdur. Michigan Universitetinin tələbələri isə bu problemi həll etmək üçün mobil proqram hazırlayıblar. Michigan Universitetinin 5 tələbəsi birləşərək gecələr küçədə qorxusuz gəzməyi təmin edən mobil proqram hazırlayıblar. Companion adlanan proqram yol gedən istifadəçiyə dostlarının və ailəsinin virtual olaraq yanında olmasına şərait yaradacaq. Yəni istifadəçinin yaxınları proqrama quraşdırılan GPS sistemi vasitəsilə onu izləyə biləcəklər. Həm iOS, həm Android istifadəçilərinin faydalana biləcəyi mobil sistemdən istifadə etmək üçün qarşı tərəflərin proqramı yükləməsi vacib deyil. Sistem əlaqə qurulacaq şəxsə bu barədə təkcə qısa mesaj göndərmə vasitəsilə xəbərdarlıq edir. Mesajla göndərilən linkdə qarşı tərəfə istifadəçinin hansı istiqamətdə hərəkət etdiyi bildirilir. Proqram həm də istifadəçi yolunu azarsa və ya hansısa bir təhlükə hiss edərsə, dərhal bu barədə smartfon sahibinə məlumat verir. Əgər təhlükəli hadisə baş verərsə 15 saniyə müddətində həm istifadəçinin yaxınlarına xəbərdarlıq edir, həm də bu barədə polisə zəng etmək təklifi təqdim edir. İlk mərhələdə universitetdə oxuyan tələbələr arasında istifadəyə verilən yenilikdən digər ölkələrdə də istifadə etmək mümkündür. Bunun üçün Birləşmiş Ştatlar xaricindəki ölkələrdə yaşayan istifadəçilər xidməti yükləyərkən telefon nömrələrini və ölkə kodlarını yazaraq qeydiyyatdan keçməlidirlər.